Bu videoda qorxulu videolar istəyəcəyik və qorxan arvaddır bu qədər asan uşaqlar. Əgər bu videonun sonuna qədər 3 dənə videoda qorxsam, videonun sonunda ətəyi giyinəcəm. Ya Allah, başlayaq. Hoppanacaqsan. Hoppanacaqsan sən. Yox ha, hoppanmadı. Ya da mənə nəyə qorxudurdun, hoppanmadın, hoppansaydın qorxardıq da. Aha, deməli bir keçimiz var. Aa, keçid dik durub. Ben buna indi fikir verirəm. Elə bir çox normal bir şeymiş kimi. Ya ola bilər də keçid 2 ayağı üstündə dura bilməz ki. Və Ronaldo necə o qədər gol vurub? Bura bir dənə Ronaldo editi tez TikTok'a atın. Abla. Elə mi oldu? Qorxuram. Qorxuram, bir dəqiqə qorxmayacaq. Adamın psikologiyasını pazarı bu videolar. Salam. Qorxmuram səndən hə. Gördünüz, qorxmuram dedim, dala çəkildi. İndi riski gələcəksən hə. Gəl qıtarda daydı, ürəyimiz çəkildi. O qapını açır. Baba necəsən? Qaca kişidir indi. Azıb gəlib ora, neynəsin? Az qalıb, videonu qurtarmağa az qalıb, səbir olun. Qorxdum ha. Bir canım getdi. Burada da belə bir mişqamız var. Qorxanda qucaqlamaq üçün gətirmişəm. Gəl səndən bir yerdə baxaq. Bax. Qızın saçını kimsə dolabın arkasından... Dolabın arkasında kukla var. Yoxsa... Tərpəndi yerdə qorxdum ya. Tüklərim biz uşaqlar. Dəli olacam, yata bilməyəcəm gecə. Şübhələnirəm ha səndən. Balanın saçını kukla sığallayırdı. Bir dənə Qurandır, nəsə? Qurandır, kitabdır, nədir? Arkasında ayaq var. O montaj da ola bilər. Burada da uşaq oturub, riska atlanan bir şey olmasa qorxmayacaq. Normaldır da pərdədir. Nə olar atlanma. Atlanacağı bilirəm, atlansan da qorxmayacam. Pərdə yatdı. O rəngim ağardı ya qorxudan ya. Neçə canımız gedib? 1, 2. Deyəsən bir canım qaldı. Video ilə təzə başlayıb, mənim bir canım qalıb. Bu bir cana sahib çıxacam. Bu nədir? Bir xəstəxanada ruh gəzir. Gəzir. Belə videolardan çox da qorxmuram. Yəni ola bilər deyə yox, sadəcə montaj da ola bilər də yəni. Mənim üstümə bir şey atlanmasa mən qorxmayacam. İndi bir həkim abimiz arxadan körpə gəzir. Ola bilər də körpədir gəzir. Xəstəsiz, körpən gəzməyindən nəyə qorxur? Bir də arxa fona elə qorxulu mahnılar qoyurlar ki, video qorxulu deyilsə belə qorxursan. Üz verdim, başıma çıxdı. Belə bir video var. Uşaq pəncərədən baxır, uşaq pəncərədən girdi. Kəsə bunun nə ilə qorxuram? Mən də saçımı qıxdıranda elə ona oxşuyuram. Baba atlanacaq. Gözümü yum, baxma. Baxma, atlanacaq. Lay dedim. Atlandı və mən qorxmadım, amma siz qorxdunuz elə. Bunu da gözünü yummuşdum. Bir xanım televizora baxır. Uzandı, mənə baxır, göyə baxırmış. Mənə baxmaz onsuz. Qara gecələr üzər. Ağa be, mən niyə belə dramatikə bağladım hə? Çanta var orada, nə var görmür, kör olmuşam. Dinəsə atlanacaq. Yatdı deyəsən. Gözün açsa orada adam var. Bəlkə dostundur. Merhabalar. O adamın əli uzanırdı. Oy. Bədənimdə bütün tüklər bizdir bu dəqiqə. Bizə göstərim sizə. Belə göstərim. Bir canımız qalıb hələ. Bu arada anam mənə deyib ki, qorxanda bir qurtum su iç. Mən də bu boyda su götürmüşəm özümdən. Ay Allah. Sanki əvvəldə gələn videolar daha qorxulu idi. Deməli bir abimiz hohulduyur. Qapıya baxır. Qapıda yenə qapıdan nəsə çıxacaq. Nə olub qardaş? Qorxma bu qədər. Mənə də qorxudursan. Pəncərəyə baxır. Nədən qorxuram ki hə? Qorxma. Ay qorxma. Xəstəsən sən, nədən qorxursan? Uşaq olarsın. Nə olur hə burada? Yorğanın altına girir deyəsən. İdman edir. Nəsə qışqırıq gəlsə qorxaram. Qorxmayacam. Video axıranın az qalıb. Qışqıracaq nəsə, qışqırıq gələcək. Vau, səs gələcək. Gəldi, gələcək. Axırıdır, gələcək. Gəlir. Bu iddia qorxulu. Heç nə oldu, nə olmadı, başa düşmədim. Aha, yenə eyni qaqaşın videosu. Qardaşım, sənin başıma nə qədər giciz şeylər gəlir. Nə görürsən, sən elə qaranlığı çəkir, soxur ki, bizə qorxuludur bu. Yerdə kuklalar var. Allah, mənim də burada kuklam var. Nə olacaq ki? Kuklaları krokka yığır. Kuklaları zibil qabına atacaqsan. Qız həyətdə niyə atırsan? Apar zibil qabına at da. Yaxşı sənin başına bu qədər şey gəlir. O gəlsin. Kukla təzən kravatın yanında da. Tikin biz oldu, tez göstər. Krokla bir yerdə buradadılar. Saçın biz oldu ya. Yox qardaş.
Oo, risk səs eşitdim ha. Oo, risk nəsə gördüm burada. Psikologiyam pozulur mənim, aman Allah. Deyir ki, ölmə meleğini görən kadın. İyi ki geldin hayatıma. Biliyor musun benim dün doğum günümdü. Seninle aynı gün doğmuşuz biliyor musun? Arvad o kadar doğum günündən danışır ki, öləcək indi. Bir şey olmuyor aşkım merak etme ben yanındayım. Gözləri bərəldi. Mənim də gözlərim bərəldi. Bağlar. O tarafa baxır, bu tarafa Ablam? baxır. Ne o bebeğim? Ne geliyorsun aşkım? Raziye. Getdi ücə deyəsən. Raziye. Getdi ola bilər uşaqlar, normal bir haldır bu. Real həyatda bunu yaşamışam, yəni babam rəhmətə gedəndə. Əli ilə belə göstərdi ki, orada kimsə var. Bax, Allah hamd olsun deyirəm uşaqlar. Elə bilərsiniz ki, özümdən uydururam. Göstərəndən 15-20 saniyə keçmiş, yəni getdi. Oo, oradan bir qız baxır. Risk atlamada, risk atlansan qorxacam. Risk atlamada diksinirəm də bu qorxmaq deyil. Ayda yatağın altına baxır. Baxacam. Baxacam. Qorxma. Aha, bir qız video çəkir. Bu bayaqçı qız deyil. Belə pomada çəkirlər uşaqlar. Qız qaçdı girdi kravata. Görüntü gedir. İçəri biri girir. İçəri biri girir. Mən belə şeylərdən qorxuram, qorxmuram, bilmirəm. Ya Allah, nə olar heç nə eləmə o qıza. Eləmə, dəymə o qıza. Dəymə. Dəymə, 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 dəymə. İşığı söndürdü. Nəsə çıxacaq. Dəymə o qıza, dəymə. Dəymə, dəymə, dəymə. Çıx qapım oğlu. Çıx qapım. Ay sağ. Yenə görüntü gedir. Nəsə çıxacaq ekrana. Çıxacaq ekrana nəsə. Çıxacaq ekrana nəsə. Bu idi elə çıxan hə. Gözlərin aldı mənə. Ay Allah uşaqlar, ayaqlarımı hiss eləmirəm qorxuda. Bu arada uşaqlar, belə videoların daha çox gəlməni istəyirsə videoya like atmağı, kanala aşağıda abunə olmağı unutmayın. Artıq masa başı videolar daha çox çəkmək istəyirəm. Çünki məncə belə daha səmimi oluruq. Sizə həqiqətən çox sevirəm uşaqlar. Nəysə davam edək. Mən də qorxuram, fırladıram ha. Perşefeci. Ha? Mati. Oradan kimsə baxır. Qorxdum ha. Canlarım bitdi. Ətəyə giyinəcəm, söz verirəm. Sadəcə biraz da baxaq. Kuklalar, nəsə kuklalarda çox şey yatır. Bu kukla nə edəcək? Güldü, baxdı, güldü. Wow. Ola bilər də şkaf əyridə açılır da. Yəni bunun nə ilə qorxasınız ki? Belə şeylər ola bilər uşaqlar. Mənim otağımda da şkaf arada açılır, bağlanır. Şalvarımı çıxardım, ətək giyinəcəm indi. Burada ətəyimin gördüyünüz kimi düyməsi var. Bu düyməni bağlayaq. Bəli uşaqlar, hal-hazırda ətəyimi giyinmişəm. Necə görsənliyini göstərəcəm sizə. Tam olaraq belədir uşaqlar. Bayaq dediyim kimi biraz uzun ola bilər. Sadəcə nə edeyim, əlimdə olan budur da. Hop! Ay, ətəyim qalxdı. Bundan sonraki videolarda daha qısa ətək tapacam. Cəza olaraq onu giyinəcəm, sizə söz verirəm. Siz də bu videonu bəyəndirsə, like atmağı, kanala aşağıda abunə olmağı unutmayın. Əsas olaraq bildiriş işarəsini açın ki, belə videolar gəldikcə xəbərdar olasınız. Sağ olun, salamat qalın.